Salam, hər vaxtınız xeyir əziz Atbu TV izləyiciləri, hər birinizi xoş gördük. Ümidvaram işləriniz və səhhətiniz qaydasındadır. Yadanış ya keç verilişi efirdədir. Bugün biz verilişimizin yeni buraxılışının çəkilişi üçün Atbu'nun gənclik korpusundayıq və beləliklə mikrofon tələbələrə uzanacaq, əvəzində isə yadanış ya keç. Salam, Salam, yadanış ya keç. danış. Sizə müəyyən suallarımız olacaq. İlki ilə başlayaq. Keçmişə gedərək indiki dövrə bir tarixi şəxsiyyət gətirmə şansınız olsaydı, bu kim olardı? Yəqin ki, Nəbi Sərkərdərdən olardı. Sizcə hansı sərkərdə bəyəndiyiniz? Babik olardı yəqin ki. Yox, bir fikrim yoxdur. Məhəmməd Əmin Rəsulzadə. Əla. Hitler. Nə səbəbə? Xoşum gəlir Almanlardan. Bunun xüsusi bir səbəbi var, yoxsa sadəcə Alman xalqından xoşunuz gəlir? Alman xalqından da xoşum gəlir. Ümumiyyətlə müharibə vaxtı Hitlerin yaradıcılığına, Hitlerin döyüş stilinə mən heyran olmuşam həmişə. Şah İsmail Xətai. Nə səbəbə? Onun daxili və xarici siyasətində uğurları ilə bağlamaq istəyirəm bu məsələni ki, bizim yəni keçmiş tariximizə dönsək, bizim dövlətçi yənələrimizin banisini demək olar ki, Şah İsmail Xətaidən əvvəl də olub, amma ən əsası Şah İsmail Xətai olubdu. Ona görə Şah İsmail Xətaini geri döndərmək istəyərdim. Salam, yadanış ya keç. Keç. Oldu, çox sağ olun. Sağ ol. Otto von Bismarck. O insanın həm həyatı, həm də gördüyü siyasi işlər mənə cəlb edir. Xoşuma gəlir belə desək. Universitetə qəbul olduğunuz ilk günə bugünkü siz arasında nə kimi bir fərq var? Universitetə qəbul olduqdan sonra daha ünsiyyətçi olmağa başlamışam. Yəni daha rahat danışmağa başlamışam. Əla. Özümü inkişaf etdirmişəm bəzi cəhətlərdən, tərəflərdən baxımdan. Əla. Həm təhsilimdə, həm dost çevrəmdə çox dəyişikliklər oldu. Oldu, çox sağ olun. Sağ olun sizə. Ən böyük fərq ondan ibarətdir ki, artıq bir çox şey dərk eləmişəm, bir çox şeydə daha çox addım ata bilmişəm. Əvvəla çox saf idim, indi daha çox şey olmuşam. Çox gözəl. Universitetə daxil olanda belə düşünmürdük əslində. Tam fərqli düşüncələr idi. Bura gəldikdən sonra hər şey çox dəyişdi. Hər şey yaxşıya doğru gedər inşallah. Hələ ki dəfət görmürəm. Xüsusi bir səbəbi var? Xeyr. Özünüzü tək bir sözlə ifadə etmə şansınız olsaydı, bu söz nə olardı? Egolu. Tamam, təşəkkürlər. Sağ olun. Güləriz. Tamam, çox sağ olun. Talış. Nə? Əla. Valla o insanlar qərar verərdi, amma mən necə deyim sizə? Yəni hansı söz sizi daha çox ifadə edir? Qoca. Oldu, çox sağ olun. Qoca deyək. Nə səbəbə? Dərslər qocaltdı bizi. Oldu, çox sağ olun. Beləliklə əziz izləyicilərimiz, verilişimizin sonuna gəlib çatdıq. Mən də sonuncu sualı öz fikrimi bildirmək istəyirəm. Əgər özümü bir sözlə ifadə edəsi olsaydım, bu iradəli sözü olardı.